Bismillahirrahmanirrahim. Beyyinə surəsi. Kitab əhlindən və müşriklərdən olan kafirlər küfrdən əl çəkən deyildilər. Nə qədər ki onlara aşkar dəlil gəlməmişdi. Pak kitabı onlara oxuyan Allahın elçisi gəlməmişdi. Doğru düzgün hökmlər var həmin kitabda. Aşkar dəlil gələndən sonra yalnız ayrı-ayrı ayrımlara ayrılmış kitab verilən kimsələr. Onlara buyurulmuşdu ki, təkcə Allaha ibadət edələr, təkcə ona könül verələr, namaz qılalar, zəkat verələr. Doğru olan din budur. Cəhənnəm içindədir kitab əhlindən və müşriklərdən olub kafirlik eləmiş kimsələr və orada əbədilik qalarlar. Yaranmışın ən pisidir belələri. Yaranmışın ən yaxşısıdır iman gətirən, salih işlər görən kəslər. Rəblərinin dərgahında mükafat olaraq içindən çaylar axan adın cənnətləri gözləyir onları. Oralarda əbədilik qalarlar. Allah onlardan, onlar da onun verdiyindən razı qalarlar orada. Bu cənnətlər Rəblərindən çəkinən kimsələrdən ötrüdür. Zilzəl surəsi. Bismillahirrahmanirrahim. Elə ki titrəm titrədi yer və içindəki yüklərini üzə çıxardı yer, insan deyər, bu nədir, nə olmuş yerə? Üstündəki olmuşlardan o gün xəbər verər yer. Bunları Rəbbi yerə vəhiy eləyər. O gün insanlar qəbirlərdən çıxaraq dəstə-dəstə gələrlər ki, gördükləri işlərinin əvəzini görələr. Zərrə qədər olsa belə bir yaxşılıq eləmiş kəs görər bunun savabını. Zərrə qədər olsa belə bir pislik eləmiş kəs görər bunun cəzasını. Bismillahirrahmanirrahim. Duha surəsi. And olsun durulan səhərə, and olsun qatılaşan gecəyə, tərk etməmiş Rəbbin səni, zəhləsi getməmiş səndən. Sənin üçün axirət dünyadan daha yaxşı. Rəbbin verəcəyini sənə bol-bol verəcək, razı qalacaqsan. Yetimdin, isti bir ocağa səni sığındırmadımı? Sapmışdın, doğru yola səni yönəltmədimi? Kasıbdın, səni varlandırmadımı? Sən də incitmə yetimi, acılayıb rədd eləmə pay umanı. An həmişə Rəbbinin sənə olan nemətini. İnşirah surəsi. Bismillahirrahmanirrahim. Biz sənin sinəni açıb genəltmədikmi? Yükünü üstündən götürmədikmi? Bükmüşdü bu yük belini, adını sanını ucaltmadıqmı? Yüngüllük gətirər hər çətin iş. Bəli, yüngüllük gətirər hər çətin iş. Bitirdinmi bir işi, dərhal başqasına giriş. Yəni namazını bitirəndən sonra İslam'a çağırışla bağlı məsələlərlə məşğul ol. Təkcə Rəbbinə yalvar. And olsun zamana, ziyan içindədir insan şübhəsiz. İman gətirənlər, salih işlər görənlər, imana gəlməyi, səbirli olmağı bir-birinə tövsiyə eləyənlər isə uğramazlar ziyana. Hırsızlara, katillərə, zina edənlərə qarşı, Müslümanları öldürənlərə qarşı cihad edin. Onları tutuklayın, gördüğünüz yerdə öldürün. Allah onları ölümlə cəzalandıracaqdır və hər zaman da ölümlə cəzalandırmışdır. Allah yolunda cihad edin kafirlərə qarşı. Yenilməsi və kullanılması haram olan kazançlardan biri də zor ilə hırsızlıq ilə geçən mallar, paralardır. Başqalarının malını gasp ederek
zorla alarak, çalarak, faiz, kumar ve rüşvet, zulüm ve hıyanet yollarından biriyle ele geçirenin bunu yemesi, kullanması, sarf etmesi haramdır, günahtır. Bunları kendisindeki helal mal ile karıştırması da habis, kirli mülk olur. Bu habis, kirli mallarda bulunan haram malları sahiplerine veya bunların varislerine ödemek lazımdır. Kendisini veya değerini ödedikten sonra kullanmak, yemek helal olur. Zor ile veya çalarak mal, para sahibi olmak çirkin bir davranıştır. İnsan elinin emeği ve alnının teriyle kazandığını yemeli, kullanmalıdır. Helal kazanç böyle olandır. Haramlardan sakınmaya takva denir. Allahu Teala'nın yanında en şerefli, en üstün kimseler haramlardan sakınanlardır. Hırsızlık yaparak veya zor kullanarak ele geçen malda kul hakkı olur. Üzerinde kul hakkı bulunan kimsenin ibadetlerini Allahu Teala kabul etmez. Bu haklardan kurtulmadıkça cennetine sokmaz. Hakiki bir Müslüman yalan ile, hile ve sahtekarlıkla alışverişe hıyanet karıştırarak mal kazanmayı aklından bile geçirmez. Sevgili Peygamberimiz, insan tam ve olgun bir Müslüman olduğu halde hırsızlık yapamaz buyurmuştur. Ancak böyle bir imanı kaybeden hırsızlık yapabilir. Başkasına ait olan 1 lirayı çalmak ile 1000 lirayı, milyonları çalmak arasında fark yoktur. Hepsi günahtır. Hırsızlık toplumda insanın yüz karasıdır. Hadis-i şerifte haksız bir iddia ile kendisinin olmayanı kendisinin yapmaya çalışan kimse benim ümmetimden değildir. O kendisine cehennemde yer hazırlasın buyuruldu. Haksız olarak alınan 1 dirhem mal karşılığı olarak 25.000 sene cehennemde azap yapılacaktır. Muhtaç kalan kimse hırsızlık yapmamalıdır. İş bulmalı, çalışıp kazanmalıdır. İhtiyacını giderecek kadar malı, parayı borç istemelidir. Ödemek niyetiyle borç isteyene Allahu Teala yardım eder. Hiç iş bulamayan ve borçta temin edemeyenin leş yemesine veya dilenmesine izin verilmiştir. Bir gece Seyyid Salih Hazretlerinin evine soymak için bir hırsız bahçe duvarından içeriye girer. Bahçe birdenbire karanlık görür. Tekrar bahçeye girer. Aynı aydınlık görülür. Yine çıkar, yine gelir. Nihayet eve bakıp pencerede Seyyid Salih Hazretlerini görür. Seyyid Salih Hazretleri hırsıza "Buyurun, bir şey istiyorsanız vereyim. Ne almaya geldiniz söyleyin" der. Hırsız o güneş gibi parlayan yüzü görüp o cömertçe söylenen tatlı sözü işitince bahçedeki aydınlığın Seyyid Salih Hazretlerinin nuru olduğunu anlayarak yaptığı işe pişman olup hemen tövbe eder.